Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər, müəllimlər və abituriyentlərimiz. Biz bu günləri ABC Akademiyanın biologiya sınaq toplusundan sınaq 15-in testlərinin izahını verəcəyik. Başlayaq birinci sualdan. Birinci sualda bizə deyilir ki, sinir impulsunun ötürülməsini həyata keçirən bir neyrona aid qrafikdə X-in yerinə aşağıdakılardan hansı yazıla bilməz? Qrafikə baxırıq ki, zaman keçib x nədirsə onun e, belə deyək də miqdarı artıbdır. Sinir impulsu ötürülürsə, neyron vasitəsilə, neyron bir iş görür. Və iş görürsə, yəni bir fəaliyyət göstərir. Bir fəaliyyət göstərirsə, orada nə olmalıdır? Enerji lazımdır həmin fəaliyyəti həyata keçirmək üçün. Enerji fəaliyyəti lazımdır. Yəni enerji lazımdır. Bu enerjini hardan alır? Glikozanı parçalayacaq. Düzdür? Ona görə istifadə olunan glikozanın miqdarı nə edəcək? Artacaq. Bu doğrudur. Əmələ gələn glikoza parçalayanda enerji ayrılır ki, bu zamanda əmələ gələn istilik miqdarı da artacaq. Əmələ gələn karbon qazının miqdarı glikozanı parçalayan mitoxondridir təbii ki, orada və əmələ gələn karbon qazının miqdarı da artacaq, istifadə olunan oksigenin də miqdarı artacaq. Amma impulsun ötürülmə sürəti dəyişməyəcək. İmpuls olduğu kimi eyni sürətdə ötürüləcək, amma ki, yəni iş gördüyünə görə bu dediklərimizin miqdarının hamısı artacaq. Yazıla bilməz impulsun ötürülmə sürəti. Yəni cavabımız C bəndi. İkinci sualda Selçinova görə baş beyin reflekslərinin ikinci hissəsi, yəni ki, baş beyin reflekslərinin Selçinova görə ikinci hissəsi düşür mərkəzə. Yəni baş beyində baş verən oyanma və tormozlanma prosesi. Refleks qövsünün neçənci hissəsinə uyğun gəlir? Baş beyin mərkəzdir. Mərkəz refleks qövsünün neçənci hissəsindədir? Üçüncü hissəsində. Ona görə cavabımız olur burada C bəndi. Üçüncü sualda deyir ki, aşağıdakı sxemdə eyni genotipə sahib 3 hüceyrə verilmişdir. Verilmiş sxemlərə əsasən birinci, ikinci və üçüncü hüceyrələrin əmələ gətirdiyi qametlərin növ müxtəlifliyi hansı bənddə müvafiq olaraq düzgün verilmişdir? Krasingoverdə yoxdur. Krasingover yoxdursa, birinci hüceyrə 2 növ qamet əmələ gətirir. Ya böyük A, böyük B böyükdür, ya da böyük A, kiçik E, kiçik A, kiçik B, kiçik D. 2 növ bu qamət əmələ gətirir. Bura baxanda ikinci hüceyrədə ilişikli olan hissə 2 növ qamət əmələ gətirir və böyük D, kiçik D-də 2 növ qamət əmələ gətirir. 2-ni 2-yə vuranda edir 4 növ qamət. Burada isə böyük A, kiçik A 2 növ, böyük B, kiçik B 2 növ, böyük D, kiçik D 2 növ. Bir-birinə vurduğumuz zaman burada da 8 növ qamət əmələ gəlir. Demək, 2, 4, 8. Yəni 3-cü sualın cavabı bizə olacaq B bəndi. 4-cü sualda verilən fikirlərdən hansı doğrudur? Böreklər yalnız canlı insanlardan köçürülməlidir. Yəni bu doğru deyil. Beyin ölümü keçirmiş insandan da yəni börək köçürmək olar. Canlı orqanizmlərdən alınan börəklər 2-3 həftədən sonra fəaliyyətə başlayır. Xeyr, orqanizmə qoyulandan sonra fəaliyyətə başlayır. İstənilən şəxs donor ola bilər. Xeyr, 18 yaşdan aşağı və 65 yaşdan yuxarı insanlar donor ola bilməzlər. Sonra bizə deyir ki, eyni insanın bədəninin bir bölgəsindən digər bölgəsinə toxuma köçürülməz. Təbii ki, köçürülər. Niyə köçürülməsin ki? Eyni adamdır, bütün xüsusiyyətləri eynidir, ona görə köçürülə bilər. Kök hüceyrələrindən orqanların klonlaşdırılması mümkündür? Bəli, mümkün bir fikirdir. Cavabımız Y bəndi olmuş olur 4-cü sualda. Gəlirik 5-ci suala. Deyir ki, verilən nəsil ağacında X cinsi xromosomu ilə ilişikli olan resesiv əlamətləri fenotipcə üzə çıxan fərdlər rəngli göstərilmişdir. 2 və 3 nömrəli fərdlər eyni yumurta əkizləridir.
Verilənlərə əsasən hansı fərdlərin genotipi səhv verilmişdir? Burada baxan kimi mən görürəm ki, birincinin, yəni bir rəqəmi ilə işarə olunmuş fərdin genotipi səhv verilib. Səhv verilib. İndi bunu niyə əsasən deyirəm? Bax, yuxarıdakı ana xəstədir. Yəni X kiçik h, X kiçik h-dır. Ata isə sağlamdır, içi təmizdir. X böyük h, Y-dir. Ana öz oğluna X kiçik h-ı verir, ata da Y-i verir, oğlan xəstədir. Ata burada 2, 3, 4 rəqəmi ilə işarə olunmuş qız uşaqlarına X böyük h-ı verməlidir, məcburdur. Hamısına. Başqa X cinsiyyət xromosomu yoxdur. Anadan da ancaq X kiçik h gələcək. Bunlar daşıyıcı olacaq. Və daşıyıcı da fenotipcə sağlamdır da, heç bir problemi yoxdur. Ona görə bunlar da doğrudur. Amma biri xəstə qız verib. Qızın xəstə olması üçün gərək anadan da, atadan da xəstə gen gələkdir. Amma ata qızına ancaq sağlam geni ötürür. Ona görə bunun içi rənglənməməli idi. Bu səhv göstərilibdir. Yəni cavabımız Y bəndi olacaq 5-ci sualda. 6-cı suala gəlirik. Doğru ifadəni tapın. İki göbək ciyəsi olan əkizlər mütləq eyni cinsli olurlar. Xeyr. Müxtəlif qan qrupuna malik ola bilməz. Ola bilər. Müxtəlif yumurta əkizidirsə. Müxtəlif ciftə malik ola bilməz. Ola bilər. Müxtəlif cinsi ola bilməz. Bu da ola bilər. Bir yumurta hüceyrənin mayalanmasından əmələ gələ bilər. Bəli. Eyni yumurta əkizi olarsa əmələ gələ bilər. Cavabımız Y bəndi. İki göbək ciyəsi olan əkiz deyirsə, bu göbək ciyəsi onsuz da hər uşağın özünün, hər əkizin özünün göbək ciyəsi olur. Burada bu müxtəlif yumurta əkizi də ola bilər, eyni yumurta əkizi də ola bilər. Yəni 7-ci sualda A fenotipinə malik qan qruplu hemofiliya olmayan ana AB qan qrupuna olan hemofiliya olmayan atanın ilk uşağı B fenotipli qan qruplu və hemofiliya xəstəsi olan oğlan doğulmuşdur. Bu ailənin A fenotipli qan qrupuna malik sağlam uşağının olma ehtimalı neçədir? Gəlin baxaq. Gəlin baxaq. Demək, ana A qan qrupuna sahibdir. Ata AB qan qrupuna sahibdir. Düzdür? Və bunun ilk uşağı B qan qruplu olubdur. Uşaq B qan qruplu olubdur. Bu BB ola bilməz. Çünki BB olsaydı gərək anada B geni olaydı. Bu da ananın 4-cü qan qrupu olması demək idi. Demək ki, bu B sıfırdır. Bu B'ni atadan alır, sıfırı da anadan alır. Ananın genotipini düzəltdik. Ananın genotipi oldu A0. İndi buradan çarpazlaşma aparanda birinci ilə birincidən böyük A böyük A, birinci ilə ikincidən böyük A böyük B, ikinci ilə birincidən böyük A 0, ikinci ilə ikincidən B 0. Bizə nə istəyib? A fenotipli qan qrupuna malik. A fenotipi, bax burada var, burada var. 4 dənədən ikisi. 4-də 2. Yəni bu da 2-də 1 eləyir. Elədir. Bu belə. İndi gəlirik hemofiliya söhbətinə baxmağa. Hemofiliyaya baxmağa. Deyir ki, ilk uşaq hemofiliya xəstəsi olub. Özü də oğlan uşağı olubdur. Ana da hemofiliya xəstəsi deyil. Ata da hemofiliya xəstəsi deyil. Bax, anaya X böyük H-ı yazıram. Yanında X-in üstündə nə var? Hələ onu saxlayıram. Ata hemofiliya xəstəsi deyilsə, bu dəqiq X böyük H, Y-dir. Və doğulan oğlan uşağı xəstə olmuşdur. Yəni X
Kiçik h y olmuştur. Kiçik h y olub. Bu necə ola bilər? X geni oğlan uşağına anadan gəlir də. Demək ki, ana daşıyıcıymış. Ana daşıyıcıymış. Bu şəkildə qeyd elədik bunu. İndi bunları çarpazlaşdıranda x böyük h, x böyük h, x böyük h, y, x böyük h, x kiçik h və x kiçik h, y. Bizə nə deyir? A fenotipli qan qrupuna malik sağlam uşağın olma ehtimalı. Baxıram ki, 4 dənədən biri xəstədir. Amma bu 3 dənəsi sağlamdır da. Daşıyıcının özü də fenotipcə sağlamdır da. Ona görə 4-də 3 ehtimal da bunu götürürəm və yuxarıda aldığım 2-də 1-i 4-də 3-ə vururam. Və cavabım eləyir 8-də 3. Yəni 7-ci sualın cavabı C bəndi. Gəldik 8-ci suala. İnsanın hansı hüceyrələrində mitoz prosesi baş versə də sitokinez prosesi baş vermir. Yəni hüceyrə bölünmür, nüvə bölünmür. Çox nüvəllik əmələ gəlir. Cavabımız nə olmalıdır? Təbii ki, Y bəndi olmalıdır. Çox nüvəli burada bir dənə verilibdir. Y bəndi. 9-cu sualda aşağıdakı sxemdə kəllələr yarım tipinə aid A və B canlılarının xüsusiyyətləri verilmişdir. Verilənlərə əsasən hansı fikir yanlışdır? Deyir ki, A canlısının bədən temperaturu sabitdir. Ürəyi 4 kameralıdır. Postembriyonal inkişaf tipi düzünə yolla gedir. Sidik kisəsi də yoxdur. Demək ki, A canlısı quşdur. B canlısının bədən temperaturu sabit deyil, ürək kameralarının sayı 3-dür, inkişafı dolayı yolla gedir. Sidik hissəsi də var. Bu da qurbağadır. Yəni amfibilərdir. Səhvi istifizlə. Deyir, A canlısı xordallar tipinin ən cavan sinifinə aiddir. Bəli, quşlar ən cavan sinifdir. B canlısının inkişafı yumurta içərisində gedə bilər. Xeyr. Xeyr. Amfibilər inkişafı yumurta içərisində getməz. Kürü qoyurlar onlar. Cavabımız elə B bəndi olmalı, səhv kimi. C-dədir ki, B canlısı dəri ilə tənəffüs edə bilər. Bəli. D-dədir ki, A canlısında pulcuq ola bilər. Quşda pulcuq var idi da. Pəncə lüləsinin üzəri, arxa ətraflarındakı barmaqların üzəri falan pulcuqlarla örtülmüşdür. A canlısını bədənində qan qarışmır. Bu da doğru bir fikirdir. Quşlarda qan qarışmaz. 10-cu sualda 16 illik cökə ağacının 7-ci yaşına uyğun illik halqası harada yerləşir? Ya bu özəkdən 7-ci qatda yerləşməlidir. Ya da ki, kombidən istəyirsə 16-dan çıxacaq 7-ni üzərinə görəcəm 1-i. Bu da eləyəcək kombidən 10-cu qatda. Görək. Burada cavabımız qabığın altındakı 11-ci qatda. Tamam. Bunu da veriblər. Qabıq deyəndə bir dənə də kombinin üzərinə gəlib də ucu kombi qatının 11-ci qatda olmuş olur. D bəndi. 11-ci sualda 11-ci sualda deyir ki, böyük A kiçik A, böyük B kiçik B çarpazlaşıb bir-biri ilə əmələ gələn fərdlərin hansı hissəsində dominant əlamətə rast gəlinə bilər? Bir dənə bunu hibrid çarpazlaşmanın hamı bilir. Bir də bunu yazmayaq. 16 dənədən 15 kombinasiyada dominant gen var. Bir dənə sonda kiçik A, kiçik A, kiçik B əmələ gəlir. Burada dominant əlamətə rast gəlinmir. Cavabımız ona görə də Y bəndi olacaq.
11-ci sualda. 13-cü sualda deyir ki, müxtəliflik və mənşə mərkəzləri eynidir. Ananas Cənubi Amerikadır. Qarğıdalı Mərkəzi Amerikadır. Buğda Cənub-Qərbi Asiyadır. Turp Aralıq dənizi və yaxud da Şərqi Asiyadır. Cavalı Şərqi Asiyadır. Baş soğan Aralıq dənizidir. Qarğıdalı və balqabaq hər ikisi Mərkəzi Amerikadır. Çinə ağacı Cənubi Amerikadır. Noxud Aralıq dənizidir. Cavabımız D bəndi olmuş olacaq. 13-cü sualda uyğunlaşmanın hansı növü maddələr mübadiləsinin özünü tənzimləmə mexanizmi və enerjinin çevrilməsi hesabına orqanizmin qorunub saxlanmasını təmin edir? Təbii ki, bizim bu deyək ki, cavabımız olacaq, bu nədir? Fizioloji kriteri. Yəni B bəndi olacaq. 11-ci sinifdə olan bir mövzudadır bu, canlıların uyğunlaşması mövzusunda. 14-cü sualda xlamidomaladanın cinsi çoxalması zamanı əmələ gələn qamet, ziqot və yeni yosunların cəmi 140 olmuşdur. Demək biz bilirik ki, 2 dənə qametə 1 dənə ziqot əmələ gəlir, ondan da 4 dənə yeni yosun yaranır da, 4 dənə 2 qamçılı zospor, onlar da çevrilir yeni yosuna. Demək, ziqota x yazsaq, qameti 2x olacaq, yeni yosunda 4x olacaq. Cəmi eləyəcək 7x bərabərdir 140-a, x da bərabər olacaq 20-yə. Deyir ki, bu prosesdə bilavasitə iştirak etmiş qametlərdə cəmi neçə qamçı olar? 20 dənə ziqot tapdıq. 20-ni mən vuracam 2-yə, tapacam 40 dənə qamet. 40-ı da sonra vuracam 2-yə, tapacam 80 dənə qamçı. Yəni 14-cü sualın cavabı A bəndi. 15-ci sual. 4 ilkin bakteriyanın maksimum sürətlə bölünməsi zamanı sonda bölünməyə məruz qalan bakteriyaların sayı 1020 olmuşdur. Bu zaman 5-ci bölünməyə 2 bakteriyanın neçə fərdi məruz qalmışdır? Yenə dedim ki, bu məsələnin heç bir mənası yoxdur yuxarı hissəsində. 2 bakteriyanın 5-ci bölünməyə neçə fərdi məruz qalmayıb? 2-dən başda çək də. 2 birinci səfər bölünüb. 4-ün yaradıb. 4 bölünüb 8-in yaradıb. 8 üçüncü səfər bölünüb 16-sını yaradıb. 16 4-cü bölünməyə məruz qalıb 32-sini yaradıb. 32 ucu 5-ci bölünməyə məruz qalır, 64-ün yaradır. Ona görə də bizim burada cavab versiyamız nə olmalıdır? Y bəndi olmalıdır. 32. 16-cı sualda DNT molekulunda 2 qat hidrogen rabitələrinin, karbohidratların və fosfat turşusu qalıqlarının cəmi 4830-dur. 4830-dur. Bu DNT molekulunda adenin azotu əsaslarının sayı 230 olarsa, cəmi neçə hidrogen rabitəsi olar? Mən bilirəm ki, hər bir nukleidin tərkibində karbohidrat da var, fosfat turşusu qalığı da var. Ona görə bunlara X deyirəm. 2 qat hidrogen rabitəsini yaradanda adeninlə nədir? Timindir. Ya adeninin sayını götürək, ya timinin sayını götürək. Çünki bir dənə adenin ilə bir dənə timin arasında bir dənə 2 qat hidrogen rabitəsi var. Adeninin sayını da 230 veribsə, 2 qat hidrogen rabitənin də sayı 230-dur. Yəni 2x plus 230 bərabərdir 4830-a. 2x buradan bərabərdir 4600-ə. X da bərabərdir 1300-ə. Demək, biz karbohidratın və yaxud da fosfat turşusu qalığının sayını tapdıq 1300. Bu həmçinin nukleotidin sayını göstərir bizə. İndi bundan 1300-dən 230 dənəsi adenindir, 230 dənəsi də timindir. Yəni 1300-dən bu 230-ların cəmini, yəni 460-ı çıxaram. Yerdə qalar 840. Nə olacaq bu? Guanin asitozinin cəmi. Bunun da yarısı 420'si guanin olacaq.
420'si də stozin olacaq. Hidrogen rabitəni tapanda ümumi nukleotid, yəni 1300 üstə gəlsin 420 guanin və yaxud da stozin deyə bilərik. Cavabımız eləyəcək nə qədər? 1720. Burada niyə cavab çıxmadı? Bu bir də baxaq diqqətlə. 4600'ü 2'ye böləndə 2300 eləyir. Ha, 2300'dən 460 çıxanda 1840 eləyir. Onu da yarıya böləndə 920 guanin, 920 stozin, 2300'ün də üzərində 920 gələndə bu eləyir 3220. Aha, cavabımız oldu. A bəndi. Diqqətsizlik elədik. Hesablamadı. A bəndi. Demək, 17-ci sualda insan asqaridi normal inkişafı zamanı insanın hansı qan damarlarında olmaz? İnsan asqaridi bağırsağın divarını deşir sürfə, keçir bağırsaq venasına, oradan qaraciyər qapı venasına keçərək gəlir qaraciyərə. Burada oldu. Bağırsaq venasında oldu. Qaraciyər venası ilə çıxdı, keçdi aşağı boş venaya. Aşağı boş vena ilə gəldi ürəyin sağ qulaqcığı, sağ mədəciyi, oradan çıxdı ağciyər kötüyü, ağciyər arteriyasını getdi ağciyərə, ağciyər kapilyarin divarını deşərək keçdi ağciyərin boşluğu. Olmadı qaraciyər arteriyasında, olmadı ağciyər venasında. 1, 2. Cavabımız Y bəndi olacaq. 18-ci sualda. Verilmiş fikirlərdən neçəsi doğrudur? Şirin su hidrasının bədənində yumurta hücrələri və spermatozoid əmələ gələn zaman, yəni bu payızdır. Meyoz bölünmə gedir, bəli. 6 növ hücrə müxtəlifliyi olur. 6 növ yox, 8 növ hücrə müxtəlifliyi olur. Yumurta hücrə, spermatozoid, vəzli hücrə, damcılı həzm hücrəsi, dalayıcı hücrə, sinir hücrəsi, aralıq hücrəsi, bir də dəri əzələ hücrəsi. 8 növ müxtəlifliyi olur. 3 növ hücrə qamçıya malik olur. 3 növ yox, 2 növ. Qamçılı həzm hücrəsi və spermatozoid. Bu da doğru deyil. Mühit şəraiti əlverişsiz olur. Bəli. Hidra qeyri-cinsi yolla çoxalır, xeyr. Neçəsi doğrudur? Deyirsə 2 dənəsi cavabımız B bəndi 18-ci sualda. Erkək qametləri hərəkətsiz olan ali bitkilər ilk dəfə yaranmışdır Paleozoy erasında. Devon dövründə ilk çılpaq toxunurlar. 20-ci sualda şəkildə meyoz bölünmənin müəyyən fazası göstərilmişdir. Bu canlının somatik hücrəsinin xromosom dəsti neçə olar? Bu baxırıq ki, ikinci anafazadır. İkinci anafazada da xromosom sayı 2-nin göstərilir. 2-nin burada xromosomları sayanda 8-ə bərabərdir. Diploid xromosom dəsti də elə 8-ə bərabər olur. A bəndi. 21-ci sualda şəkildə hansı rəqəmlə verilmiş maddələrin monomeri monosaxaridlərdir? Ha, demək, bax, 1 də zülaldı. 2 də zülaldı. 3 də zülaldı. Sonra 5 lipiddir. Cavabımız onda 4 qalır. Karbohidratdır ki, bu monomerləri monosaxarid olmuş olur. Cavabımız 4. D bəndi. 22-ci sualda. İnsanın qarın boşluğuna yerləşən vəzlərin hazırladığı hormonları seçin. Mədaaltı vəzi insulin hazırlayır. Böyrəküstü vəzi adrenalin hazırlayır və mədaaltı vəzi glikagon hazırlayır. Cavabımız 1, 4, 6. B bəndi. 23-cü sualda. Təkamül nəzəriyyəsinə görə daha əvvəl meydana çıxmışdır. Daha əvvəl meydana çıxıbdır təkamül nəzəriyyəsinə görə. Təbii ki, hipponlar olacaq. C bəndi.
Çünki pişik boyda əcdaddan parapiteklər inkişaf elədi. Parapitekdən Dryopithek orangutan hippon yarandı. Dryopithekin özündən isə Australopithec gorilla şimpanze yarandı. Avstralopiteklərin özü də bir qolu başlanğıc verdi insan cinsinə. Ucu burada Pitekantropdur, Neandertaldır, Sinantropdur. Bunlar başlı ümumiyyətlə insan cinsinin nümayəndələridir, olublar. Ona görə də ən əvvəl meydana çıxıb hippon. 24-cü sualda. Cədvələ əsasən X-in qiymətini tapın. Noxuddur, cücərərkən utduğu suyun kütləsi 150 qramdır. Toxumların quru kütlələrinin cəmini 1 qramdan tapın. Noxud öz kütləsi qədərdir. 150 qram noxud sudur. Darı öz kütləsindən 4 dəfə az sudur. Onda 120-ni 4-ə vuranda eləyəcək bu 480. Qarğıdan da öz çəkisindən 2 dəfə az su tutduğuna görə 100-ü vurdum 2-yə, 200 qram da su vurdum. Topladığım zaman 500, 700, 830. A bənd edir bizim cavabımız. 25-ci sualda uyğunsuzluğu müəyyən edin. İt verib, quş veribdir. Sol məddəlikdən sol altı qopsu çıxır. İtaətdir, doğrudur. İstiqanlı canlıdır, hər ikisi ortaq veribdir, doğrudur. Tük örtüyünə malikdir, itaətdir, doğrudur. Arteriyalarında iki növ qan dövr edir, hər ikisinə aiddir, bu da doğrudur. Qazlar mübadiləsi hava kisələrində gedir, 5-ci səhvdir. Niyə görə? Hava kisələrində yox, ağciyərlərində gedir olmalıydı. Cavabımız Y bəndi. 26-cı sualda. Şəkildə göstərilən reaksiyalarda birinci fermentin quruluşunda dəyişiklik baş vermişdir. Dəyişikliklə əlaqədar hansı maddə və ya maddələrin sintezi pozular? Birinci fermentin quruluşunda dəyişiklik varsa, K maddəsinin sintezi pozulacaqdır. Olmayacaq. İkinci fermentdə dəyişiklik olmadığına görə Y əmələ gələcək. Amma Y ilə də K burada, K ucu burada alınmadısa, Y ilə də K birləşib F-i əmələ gətirə bilməyəcək. Yəni cavabımız K və F A bəndi olacaq. 27-ci sualda. Düzgün fikri tapın. Plasentanın meydana çıxdığı geoloji dövrdə, yəni təbaşir dövründə toxumlu qıcılar yox olub, xeyr, bu triasda idi. Planların ağac formaları yarandı, bu silurdaydı. Əsl sümükül balıqlar meydana çıxdı, bu da triasdaydı. Uçan onurğalılar yarandı, bu yuradaydı. Uzun tocuq borusu yarandı, bəli, cavabımız Y bəndi olacaq 27-ci sualda. 28-ci sual. Təkamül prosesi nəticəsində toxum bilavasitə hansı orqandan əmələ gəlmişdir? Toxum yarpaqdan əmələ gəlmişdir. Cavabımız A bəndi olacaq. Bu şəkildə qeyd elədik. 29-cu sualda. Əgər kisədə olan heyvan südü yalayırsa, o yexidnadır. Yexidna anasının balası, Yexidnada əmciklər yox idi deyə, balası onu kisənin içərisindən yalayırdı divarından. Cavabımız C bəndidir 29-cu sualda. 30-cu sualda. Əgər müəyyən əlamətə görə dominant fenotipli iki bitkinin monohibrid çarpazlaşması nəticəsində birinci nəsildə həmin əlamətə görə resessiv fenotipli bitkilər əmələ gəlibsə, deməli, çarpazlaşmada iştirak edən bitkilər, yəni bizə deyir ki, böyük A fenotipli fərdlər. Çarpazlaşsın, burada kiçik A əmələ gəlsin, resessiv. Bu necə ola bilər? Valideyn fərdlərinin hər ikisi heterozigot vəziyyətdə olsun. A deyil, B də deyil, C də deyil, D də deyil, amma Y bəndidir. Hər iki bitkinin genotipində verilmiş əlamətə görə resessiv gen var. Yəni, böyük A, kiçik A, böyük A, kiçik A, hər ikisində resessiv gen var. Y bəndidir cavabımız. 31-ci sualda. Şəkildə Darwin birəbitdənlərinin bütün cinsləri təsvir olunmuşdur. Şəkildə təsvir olunan cins və növlərin cəmini tapın. Burada 3 dənə cins var. 3 dənə cins var və 4 dənə də növ var.
Cəmi eləyir getdi. C bəndi. 10-cu sinif kitabında bu şəkil verilib. Məktəb dərsliyində. Müasir sistematika və təkamül mövzusunda. 32-ci sualda. Eyni sayda götürülmüş qurbağa, dovşan və kərtənkələdə gövdə sümüyünə aid olan cəmi 64 sümük var. Eyni sayda götürübsə x qoyaram hamısına. Düzdür? Gövdə sümüyünə olmaz, gövdə skeletinə aid olan cəmi 64 sümüyü varsa, qurbağada gövdə skeletinə aid deyilsə bu, qurbağanı götürməyəcəm. X dovşan, X kərtənkələni götürəcəm. Hərəsində bir dənə 4 sümüyü var da. 2x 60-dırsa, X-i tapacam ki 30 dənədir hərəsindən. Deyir bu canlılarda gözlərin sayı neçə olar? Hərəsində də 2 dənə göz var da. 60 dənə qurbağalarda olacaq, 60 dənə dovşanda, 60 dənə də kərtənkələdə. Topladığımız zaman cavabımız C bandı olacaq 180. 33-cü sualda deyir ki, xordallar tipinin ən cavan sinfinin bütün nümayəndələri üçün xarakterikdir. Quşların hamısı üçün. Süd vəzlərinin olması quşlarda nə gəzir ki? Pəncənin bir neçə sümüyünün birləşməsi, bəli, pəncə lüləsini əmələ gətirib hamısında var. Uçma qabiliyyəti hamısında yoxdur. Diri bala doğma onlarda yoxdur. Kürt yatmaq hamısında yoxdur. Cavabımız B bəndi. 34-cü sualda. Açılmayan quru meyvələrdir. Açılmayan quru meyvələrdir. Demək, burada cavabımız bir toxumlular olmalıdır. Çox toxumlular yetişən zaman açılırlar. Toxum yetişən. Cavabımız A bəndidir. 35-ci sualda insanda daxili qulağın quruluşuna aiddir. Daxili qulağın quruluşuna aiddir. Demək, gəlin aşağıdan başlayaq. Təbil pərdəsi aid deyil. Ona görə bax, C variantını atdıq, B variantını atdıq. Dəhliz aiddir, ilbiz aiddir, çəkic sümüyü orta qulağa aiddir. Ona görə Y bəndində və D bəndində atdıq. Oval kisəcik aiddir. Yevstah borusu orta qulağa aiddir. Onu da götürmədik. Oval pəncərə daxili qulaqla orta qulağın arasında yerləşir. Onu da aid edə bilərik. A, C, Y, F. Yəni A bəndi olur 35-ci sualın cavabı. 36-cı sual. Hər təsnifat vahidinə neçəsi uyğundur? Sinif qığırdaqlı balıqlar, sümüklü balıqlar sinfi 2 dənədir. 2 dənə sinfimiz var bizim burada. Cins. Cins deyəndə burada bir dənədir də cins burada. Bir dənə cins var. O da karp cinsidir. Növ sayığı ağlayan delfin növdür. Biz quyruq skat növdür. Qafqaz gürcəsi növdür. Amma quyruqlular dəstədir. 3 dənə növ var. Cavabımız A bəndi olacaq. 37-ci sual. Torpaqda əlverişli mühit olduqda insan asqarinin yumurtasında baş verir. Demək, torpaqda əlverişli mühit olduqda insan asqarinin yumurtasında sülfələr əmələ gələ bilər. Başqa nə ola bilər ki? B bəndi. 38-ci sualda düzgün variantı seçin. Biyokimyəvi kriteri nuklein turşuları və züralların quruluşu və kimyəvi tərkibinə görə növlərini fərqləndirir. Bu da doğru bir fikirdir. Genetik kriteri növləri xromosomların diploid və haploid xromosom yığınına görə fərqləndirməlidir. Növün tutduğu areal onun ekoloji kriterisi yox, coğrafi kriterisidir. Çoxalma prosesləri morfoloji kriteri yox, fizioloji kriteridir. Morfoloji kriteri növləri yalnız daxili quruluşa görə fərqləndirir, yalnız söz olmamalıydı. Həm daxili, həm də xarici quruluşuna görə fərqləndirir. Cavabımız A bəndi. 39-cu sualda ayrı-ayrı tiplərə aid olan planktonlardır.
Radiolar foraminiferlər, bunlar e, sarkomastiqaforlar tipidir. Daphnia siklop, bunlar buğumayaqlılar tipidir. Yaşıl Evgenina volvox, bunlar da sarkomastiqaforlar tipidir. Yaşıl Evgelina'nın Daphnia, biri sarkomastiqaforlar, biri isə buğumayaqlılardır. Cavabımız D bəndi. Aurelia stavromedusa, əslində stavromedusa suyun dibində yaşayır. Bunun plankton olduğunu deyə bilmərik məncə. Çünki bu bentosa aid olmalıdır. Cavabımız D bəndidir. 40-cı sual. Biyomüxtəlifliyin növlərinə uyğun gələn sıranı göstərin. Demək, növ müxtəlifliyi var, genetik müxtəliflik var və ekosistem müxtəlifliyi var. A, D, F. Hanı? D bəndi olacaq 40-cı sualın cavabı. Belə, əzizlərim, bu dəfəki test izahımızdan bu qədər. Sağ olun, hələlik.